Dostlar salam. Bu 1 dəqiqəlik videoda mən sizə 3 pulsuz süni intellekt alətindən danışmaq istəyirəm ki, hansı ki gündəlik həyatınızda istifadə edə bilərsiniz və o sizə Google search-ı əvəz edəcək. İlk istifadə etdiyim sayt və Google-u mənə unutduran süni intellekt Perplexity saytıdır. Burada biz həm dərin, həm də sadə axtarışlar verə bilərik. Dərin axtarışlarda bir qədər zaman gedəcək. Amma sadə axtarışlar pulsuz olduğuna görə ondan daha çox istifadə edilir. Misal üçün biz Google-da hər hansı bir axtarış verdiyimizdə bizə müxtəlif saytları önərir və bunlardan hansı düzdür biz bilmirik. Perplexity isə saytları sıralayır və onlardan nəticə çıxardaraq axtardığınız məzmunu sizə yazır. Daha sonra mənbələr bölməsinə keçib həmin saytlarla da tanış ola bilərsiniz. Növbəti pulsuz istifadə oluna bilən süni intellekt alətlərindən biri isə Gemini'dir. Bu Google'un özünündür və orada da əsas mənbələrə əlimiz çata bilər. Çünki ChatGPT və Google'un arasında ən böyük fərq ondan ibarətdir ki, Google özünün axtarış sisteminə inteqrasiya edə bilir və milyardlarla dataları sizə rahatlıqla təqdim edə bilir. Adətən mən Gemini'da fikir mübadiləsi etmək və hər hansı bir məqalənin axtarıb tapılması və onun analiz edilməsindən istifadə edirəm. Əgər mənim çox böyük vaxtım yoxdursa, o zaman mənim köməyimə Notebook LM çatır. Müxtəlif YouTube videolarını, müxtəlif mövzularda olan YouTube videolarını onun yaddaşına yükləyirəm. Daha sonra isə həm mental xəritə, həm yazıda, həm də çox yaxşı Azərbaycan dilində danışa bilən audio podkast şəklində ümumiləşdirilmiş fikirləri də ala bilirəm. Aslı bir söhbətinə baxacağıq. Salam. Hə, o söhbət mənim də çox xoşuma gəlmişdi. Orada mənsən başqalarının fikirlərini, necə deyim, çox da vecinə almamaq və öz xəyallarının arxasınca getmək üçün bəzi praktik addımlardan danışır. Bəli. Çox vacib mövzudur əslində. Bizim də məqsədimiz odur ki, bu söhbətdən sənin üçün ən əsas fikirləri çıxaraq. Yəni, nəyə dəyər verməli, qorxularla necə baş çıxmalı? Məsuliyyət məsələsi var, emosiyalar var. Bax belə dostlar, bəs siz hansı süni intellekt agentindən istifadə edirsiniz və o sizin həyatınızı necə asanlaşdırıb?